Nikahın qeydə alınması üçün ilk növbədə nikaha daxil olmaq istəyən şəxslər birgə ərizə ilə müraciət etməlidirlər. Bu zaman şəxsiyyəti təsdiq edən sənədlər, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış və dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim olunmalıdır. Əgər tərəflərdən hər hansı biri əvvəllər nikahda olubsa, nikahın pozulması haqqında şəhadətnamə və ya həyat yoldaşının ölüm şəhadətnaməsi, yaxud nikahın etibarsız sayılması barədə məhkəmə qərarı da təqdim edilməlidir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər isə əlavə olaraq vətəndaşı olduqları və ya daimi yaşadıkları ölkədən verilmiş ailə vəziyyəti haqqında arayış təqdim etməlidirlər. Bu arayış verildiyi tarixdən etibarən 6 ay müddətində etibarlıdır. Nikahın qeydə alınması üçün dövlət rüsumu 10 manatdır. Xatırladaq ki, Azərbaycanda nikah yaşı 18-dir. Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqəsinin olub-olmaması aidiyyəti qurum tərəfindən informasiya sistemi üzərindən yoxlanılır. Bu məlumatları sistem vasitəsilə əldə etmək mümkün olmadıqda isə, nikaha daxil olmaq istəyən şəxslərin və ya onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surətləri təqdim edilməlidir.